Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdu ve thana lillah rabbil alemin. Ve bihi nesta'in ve huve hayrun nasirin vel mu'in. Amma ba'd. Artıq Ramazan ayının 23-cü günündəyik. Allah tutduğumuz orucları, etdiyimiz duaları, etdiyimiz əməlləri qəbul eləsin. Dovşan Kəbir duası Allahı sifətləri ilə vəsf edən dualardan biridir. Bir hissəsində Allaha belə münacət edirik. Allaha belə dua edirik. Ya Allaməl Ğuyub, ey qeybləri bilən. Ya Qəffərəz-Zunub, ey günahları bağışlayan. Ya Səttarəl Uyub, ey eybləri örtən. Ya Kaşifəl Kərb, ey bəlalardan qurtaran. Ya Muqallibəl Qulub, ey qəlbləri dəyişən. Ya Müfərricəl Humum, ey qəm, qüssəyə, kədərə fərəc verən. Ya MunəffisəlĞumum, ey qəmlərə, kədərlərə nəfəs verin, yəni aradan aparın. Eyni zamanda Ramazan ayının bugünkü günün duasında da biz Allahdan gözəl mənəvi saflığı istəyirik. Ki, Allahümmeğsilni fihi minəz-zunub. İlahi, bugün məni günahlardan yub. Və tahhirni fihi minəl-uyub. İlahi, bugün məni eyblərdən pakla. Və amtahin qəlbi fihi bitəqvəl qulub. İlahi, bugün mənim qəlbimi qəlbin təqvası ilə imtihan elə. Ya muqilə əsəratil muznibin. Ey günahkarların günahlarına göz yuman. Bugünün duasında da, bugünün duasının tərbiyəvi cəhəti də insanın mənəvi saflığından bəhs edir. Yəni, insan günahlardan qorunmağı, eyblərdən uzaq olmağı, təqvalı olmağı Allahdan istəyir. Ramazan ayının əsas hədəflərindən də biri, Ramazan ayında oruç tutmağın məqsədlərindən də biri insanın təqvalı olmasıdır. Yəni, Ramazan ayı insanı təqvalı edər. Oruç tutmaq səbəb olar ki, insan muttəqi olsun, təqvalı olsun. Təqva geniş əhatəli olan bir məsələdir. Biz Qur'an-ı Kərimin ayələrində, hədislərdə baxsaq, İslam əxlaqında, İslam ədəbiyyatında təqva haqqında çox bəhs olunur. Və təqva geniş əhatəli bir mövzudur. Yəni, təqvaya bir tərəfdən baxmaq, bir nöqtədən baxmaq, təqvanı tam anlamağa, təqvanı tam dərk etməyə gətirib çıxartmaz. Ümumiyyətlə, təqva sözünün lüğəti mənasına baxsaq, lüğəti mənası qorunmaq, mühafizə etmək, çəkinmək, uzaq durmaq, himayə etmək, ehtiyatlı olmaq. Bəzən də biz bilirik ki, təqvalı olmaq deyəndə, yəni Allahdan qorxmaq nəzərdə tuturuq. Allahdan qorxmaq deyəndə bu mənadadır ki, Allahın istədiyi kimi yaşamaq, Allahın əmrlərinə itaət etmək, nəhiylərindən çəkinmək, Allahın ədalətini dərk etmək, Allahın buyurduqlarına iman gətirmək, yəni Allahdan qorxmaq. Qur'anda ki, buyurur, İttəqullah, yəni Allaha təqvalı olun, yəni Allahın əmrlərinə itaət edin, Allahın nəhiylərindən çəkinin. Təqva sözünün lüğəti mənalarını ki, biz qeyd etdik, lüğəti mənalara istinad edərək, yəni lüğəti mənalara söykənərək, belə bir tərif də vermək olar qısa olaraq, təqva insanın özünü haramdan, günahlardan qorumasıdır. Bu bir yanaşmadır. Əməldə təqva, yəni insan danışığında da təqvalı ola bilər, insan davranışında da təqvalı ola bilər, insan yerişində də təqvalı olmalıdır, insan yeməyində də təqvalı olmalıdır, geyimində də təqvalı olmalıdır. Yəni, insan hər tərəfli təqvalı olmalıdır, yəni özünü hər tərəfli qorumalıdır. Təqva həm də əməli bir məsələdir. Yəni, tək dillə iqrar bu təqvanın əlamətlərindən deyil. Təqva həm də əməli bir məsələdir, etiqadi bir məsələdir. Biz bunu Qur'an-ı Kərimin ayələrində də, Peyğəmbərdən, Əhl-i Beytdən nəql olunan hədislərdə də biz bunu müşahidə edirik ki, təqva əməllə hasil olar. Yəni, əməlsiz təqva sahibi olmaq, muttəqi olmaq, əməlsiz bu mümkün deyil. Təqva bağlıdır əməllərə. Əgər əməllərində sən təqvanı əks etdirməsən, tək dillə ifadə etmək, dillə iqrar etmək bu təqvanın xüsusiyyətlərindən olmaz. Bəqərə surəsinin 2-ci, 3-cü, 4-cü ayələrinə biz baxsaq, bunu açıq-aşkar görərik.
Allah buyurur: "Zəlikəl kitabu la rayba fi hudan lil muttaqin." O elə bir kitabdır ki Qurani-Kərimdən bəhs olunur, elə bir kitabdır ki, onda şək şübhə yoxdur. Yəni Qurani-Kərimin Allah tərəfindən nazil olmasına, peyğəmbərə nazil olmasına, eyni zamanda peyğəmbər Allah ona necə nazil edibsə, onu bizə çatdırmasında şək şübhə olan bir kitab deyil. Bu kitab hudən lil muttaqin. Muttaqilər üçün bir hidayətdir, muttaqilər üçün bir yol göstərəndir. Bəs muttaqilər kimdir? Təqvalılar kimdir? Ayənin 3-cü ayədə buyurur ki: "Ellezine yu'minuna." Birinci xüsusiyyət iman əhli olarlar, iman gətirənlər olar. Təqvalı olmaq birinci xüsusiyyət odur ki, yu'minuna, yəni iman gətirərlər. Sonra buyurur və yuqimunas-salah, namaz qılarlar. Və mimmə razaqnahum yunfiqun. Və bir də bizim verdiyimizdən nəfəqə verərlər. Bizim verdiyimiz ruzidən nəfəqə verərlər. Sonra buyurur ki: "Vellezine yu'minuna bima unzila ileyk." Bir də ey Muhammed, sənə nazil olana iman gətirərlər. Yəni Qur'ana iman gətirərlər. "Və ma unzila min qablik." Və bir də səndən qabaqki peyğəmbərlərə nazil olan kitablara iman gətirərlər. "Və bil axirati hum yuqinun." Və bir də o muttəqilərin, yəni təqva əhlinin xüsusiyyətlərindən də biri odur ki, onlar axirətə yəqinləri olar. Onlar axirətə şək şübhə etməzlər. Axirətlə bağlı onların etiqadları, əqidələri yəqin halda olar. Ki bu ayələrdə biz gördük ki, təqva tək dildə, imanda olan bir məsələ deyil. Eyni zamanda əməldə də özünü göstərməlidir. Bir iman gətirərlər, namaz qılarlar, bizim verdiyimiz ruzidən nəfəqə verərlər ki, iman və əməl bir-birini tamamladıqca təqva hasil olar. Eyni zamanda Bəqərə surəsinin 177-ci ayəsində təqvanın xüsusiyyətləri qeyd olunur. Muttaqilər kimlərdir? Deyir ki: "Leysel birra en tuvallu vucuhakum qibalal məşriq vel məğrib." Yaxşı əməl, gözəl işlər o deyil ki, üzünüzü məşriq və məğribə tərəf çevirəsiniz. "Velakinnel bir." Lakin gözəl əməllər, yaxşı əməllər hansıdır? Odur ki, "Mən əmənə billahi vel yevmil axir vel mələikəti vel kitabi və nəbiyyin." Etiqadi bir məsələ, imanla bağlı olan hissəsi. Deyir ki, lakin gözəl işlər, yaxşı əməllər odur ki, Allaha iman gətirmək, qiyamət gününə iman gətirmək, mələklərə iman gətirmək, kitaba iman gətirmək və peyğəmbərlərə iman gətirmək. Tam etiqadi bir məsələdir, imani bir məsələ. Bunlara iman gətirdin, bu sənin fərdi bir məsələdir. İndi sənin təqvalı olmaq üçün sənin ictimai vəzifələrin də var, insanlara qarşı sənin vəzifən də var. Onlar hansılardır? Yəni və atil malə ələ hubbihi. Malı verərlər. Hansı halda? Ələ hubbihi. Yəni ehtiyacları olduğu halda, məhəbbətləri olduğu halda. Məhəbbət yəni əldə olan pula ehtiyacları var. Bu halda malı verərlər, yəni əta edərlər kimə? Zəvil qurbə, qohumlara. Vəl yətəmə, yetimlərə. Vəl məsakin, miskinlərə. Və ibnəs səbil, yolda qalanlara. Və sailin, dilənçilərə. Və firriqabi, qulların azad olmasına. Bu da nədir? İctimai bir məsələdir. Yəni paylaşmaq, əldə olandan Allah yolunda ehtiyaclara vermək. Bu da ikinci bir tərəfi, yəni ictimai bir vəzifə. Sonra buyurur ki, gəlirik insanın öz fərdi məsələsinə, öz əməllərinə deyir ki, və əqaməs-səlah, namaz qılarlar, qılmaqlı. Və ətəz-zəkə, zəkat vermək. Vəl-mufunə bi-əhdihim izə əhədu. Əgər biri ilə əhd bağlayarlarsa, o əhdə vəfa edərlər. وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ. Çətinlik zamanı, məşəqqət zamanı və bir də cihad zamanı səbr edərlər. Sonra buyur ki, "Ullaikə ləzinə sadaqu." Doğru danışanlar, doğru yolda olanlar bunlardır. Ki gördük ki, həqiqətən də burada həm imani məsələlər, həm əməli məsələlər, əməl də fərdi olaraq, məsələn, namaz qılmaq kimi və ictimai vəzifə olaraq
ətrafda olanlara yardım etmək ki, bu əməllər ayənin axırında buyurur nədir? Yəni bu əməl sahibi olanlar, bunlara riayət edənlər ayənin axırında buyurur ki, və ulaika humul muttaqun. Bəs təqvalılar, muttaqilər bu şəxslərdir. İndi baxaq hədislərdə təqvanın, yəni muttaqi kimdir, təqva əhli kimdir, onların xüsusiyyətlərinə. Əmir-əl-Müminin əleyhissalam hədislərində buyurur, İnnə li əhli təqva əlamətin yu'rafuna bil. Deyir, həqiqətən təqva əhlinin bir neçə əlaməti var ki, onlar ondan bilinənlər, tanınanlar. Birinci sidqul hədis, doğru danışarlar. Yəni onların danışığında, sözündə yalan olmaz. Onlar doğru danışan olarlar. Və ədəul əmanə, onlar əmanəti əda edərlər. Əmanət, yəni bir insan bir yerə gedərkən dəyərli bir əşyanı, qiymətli bir əşyanı gətirir, insanın yanında əmanət olaraq qoyur ki, qaydanda onu səndən təhvil alacam. Əgər insan onu olduğu kimi qoruyub saxlamırsa, ona zərər gətirirsə, ziyan vurursa, buna deyərlər əmanətə xəyanət. Bir cəhətdən də əmanət söz əmanəti olar. Bir var əşya, bir də var söz əmanəti. Ən mühüm məsələlərdən də biri budur ki, insan söz əmanətinə də gərək riayət eləsin. Yəni, əgər birinin eybi, yəni birinin sirri səndə varsa, sən onu qoruyub saxlamırsansa, çünki onun o eybi sənin yanında əmanətdir. Sən onu qoruyub saxlamayıb başqasına deyirsənsə, sən həmin şəxsə xəyanət etmiş olursan. Bəzən görürsən, iki nəfər yol yoldaşı olur, bir səfərə gedəndə, indi olur da bir-birinin arasında eybi olur, ya nəysə nöqsan olur, qaydanda artıq o onların bir-birinə olan əmanətidir. Yəni, mənim sirrim sən bilirsənsə, sənin üçün əmanətdir. Sən əgər onu üçüncü bir şəxsin yanında danışırsansa, başqa bir yerdə onu aşkar edirsənsə, sən əmanətə xəyanət etmiş olursan. Ona görə təqva əhlinin xüsusiyyətlərindən də biri budur ki, Əmir-əl-Müminin buyurur, ədəul əmanə, əmanəti gərək əda etsinlər, qorusunlar. Üçüncü, vəl-vəfau bil-əhd. Ayədə də oxuduq ki, biri ilə əhd bağlayarlarsa, o əhdə vəfa etsinlər. Allah Resulü Həzrəti Muhammed sallallahu aleyhi və səlləm başqa bir hədisində təqvaya tam başqa cür, belə deyək, tərif verir, tam başqa cür onu bizə izah edir. Buyurur ki, təmamut təqva, təqvanın tamamı, təqvanın kamilliyi, təqvanın hamısı nədir? Ən tətəalləmə mə cəhiltə, bilmədiyi örgənəsən. Və tə'məl bimə alimtə, bildiyivə də əməl edəsən. Oradan da gözəl bir izahdır, gözəl bir yanaşmadır ki, Allah Resulü onu bizə göstərir ki, təqvanın tamamı əməlsiz hasil olmaz. Bilmədiklərini öyrənmək, bildiklərinə də riayət etmək. Bu təqvanın tamamıdır, kamilliyidir. Başqa bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, ətqənnas, insanların ən təqvalısı, mən qaləl haqq, haqq sözü deyər, doğrunu deyər. Fīmə lahu və aleyhi, onun əksinə də olsa, ziyanına da olsa, xeyrinə də olsa, onun lehinə də olsa, əleyhinə də olsa, o şəxs haqqı deyər, haqq sözü deyər. Allah Resulü buyurur ki, ən təqvalı insan budur. Bir ki, bayaq ki, iki ayəni oxuduq və eyni zamanda bu hədislərdən belə bir nəticə əldə etmək olar ki, onu da qeyd etdik ki, təqva həqiqətən də geniş əhatəli bir mövzudur. İslam ədəbiyyatında, Qur'an-ı Kərimdə, hədislərdə, İslam əxlaqında ən geniş bəhs olunan mövzulardan biri təqvadır, təqvalı olmaq. Və bu oxuduğumuz ayədən, bu hədislərdən, başqa bir hədislərdən ümumi belə bir nəticə əldə etmək olar ki, əməl olmadan təqva hasil olmaz. Əməlsiz təqvalı olmaq mümkün deyil. Əgər təqva əhli olmaq istəyirsə, bildiklərimiz əməllərimizdə özünü əks etdirməlidir. Allah bizi həqiqi təqvalılardan qərar versin. Allah etdiyimiz əməlləri qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuh.